7 sual. Bir nəfər Əli əleyhissalamın yanına gəlib dedi: 70 fərsənglik yoldan bura gəlmişəm ki, səndən 7 sual soruşam. 1. Asimanlardan da böyük olan nədir? 2. Yerdən də geniş olan nədir? 3. Yetim uşaqdan da bacarıqsız olan nədir? 4. Oddan da çox yandıran nədir? 5. Şaxtadan da dəsoyuq olan nədir? Alıq dəryadan da daha çox ehtiyatsız olan nədir? 7. Daşdan da bərk olan nədir? Əli əleyhissalam buyurdu: nahaq yerə töhmət vurmaq günah cəhətindən asimanlardan da böyükdür. Haqq yerdən də genişdir. Söz gəzdirən adamın söz gəzdirməsi yetim uşaqdan da zəifdir. Hərislik və tamahkarlıq oddan da yandırıcıdır. Paxıldan bir şey istəmək şaxtadan da soyuqdur. Qənaətlə dolanan şəxsin bədəni dəryadan da ehtiyatsızdır. Kafirin qəlbi daşdan da bərkdir.